deməli, şagirdlər bazar günü keçirdiyi imtahan və həqiqətən də adından da gördüyü kimi şokolad kimi suallar. Birinci sualdan başlayır. Nə deyir birinci sualda? Birinci sualda deyir ki, çox hədisinin təribət sərtini tapın. Təribət sərt bilirik ki, 3 kvadratı vur, biri kubu. 3 kvadratı 9 vur 1, bərabərdir 9. Cavabımız olacaq D variantı. Növbəti ikinci sual. İkinci sualı bilmək üçün üçbucağın meydanları üçbucağın daxilində bir nöqtədə kəsir və kəsmə nöqtəsində təpədən başlayaraq 2 böl 1 nisbətinə 2 böl 1 nisbətinə 2 böl 1 nisbətinə bölünür. Deməli A B D üçbucağıdır. Bu medianlar bir nöqtədə kəsirlər. Deməli AM, bu da M. AM 12-dirsə, onda bura 6 olacaq. CM 13-dirsə, bura 6,5 olacaq. BM 9-dirsə, bura 4,5 olacaq. Burada da bunların cəmini soruşur. 18, üstəcəl 13,5, üstəcəl 19,5. Bu da edəcək 50. Sonra üçüncü sual sadə bir sualdır. 15 bölü 2 bərabərdir 20-yə, x də bərabərdir 5-ə. Amma burada bir şərt deyir ki, kökündən 10 vahid böyük. Bunda 5-in üstədən gələcək 15. Sonra seçdik 4-cü sualı. Sadə bir sualdır. 3 bölünsün 4. 11'e ixtisar etsə, burada qalar kök altda 4. Burada qalar kök altda 9. Bərabərdir 3 böl 4. Bundan çıxır 2, bundan çıxır 3. İstər gedir, 4-dən bu gedir 2, burada qalır 1, qalır 2-lər 1, bu gedir 40,5. Sonra cavabımız oldu burada nə? D variantı. Növbəti 5-ci sual. Uşaqlar, bilirsiniz, bunu əgər bunu əmsallarını bərabərləşdirsən, eləsən, uzun alır. Yəni, hesaplamanı çox şərək mükəmməldir əsə. Amma tərəflərə çıxsan, çox qəşək bir şey alır. 7-2 çıxılsın 7y bərabərdir 14. 7-nin möhtərizə xaricə çıxarsa, 2 çıxılsın y bərabərdir 14. 2 çıxılsın y isə bərabərdir 2. Cavab oldu B var. Növbəti 6-cı sual. BH nədir? BH 3K. Burada verilib şərt. HD 4K. Və səndən soruşur ki, sahəni də verib ki. Deməli, mən sizə demişdim ki, uşaqlar, HD ilə nəyə bərabərdir? Orta xəttdir. S bərabərdir C vurulsun H. Trapesiyanın sahəsi. Deməli, C'miz nədir? 4K. Demişdik ki, bərabər yalnız tuzağın təpəsindən otlacağa indirilmiş ündülüyün böyük tərəfdən ayrılır hissə orta xəttə bərabərdir. Vurulsun 3K nəyə bərabərdir? 48. 12K kvadratı bərabərdir 48-ə. K kvadratı bərabərdir 4-ə. K da bərabərdir 2. Çünki həndəsədə mənfi uzunluq olur. Deməli, bura oldu 8, bura oldu 6. Bizdən də bunun diagonalını soruşur buranı. Buna da B desəm, düzbucaqlı üçbucaq alınır burada. B-nin kvadratı bərabərdir 8-in kvadratı 6-ın kvadratı. D kvadratı bərabərdir 100. D də bərabərdir 10. Alayaq. Sonra keçdik növbəti 7-ci sual. Deyir ki, kəsiri düzgün olmayan kəsirdir. Deməli, uşaqlar, düzgün olmayan kəsir olmaq üçün kəsirin sürəti nə olmalıdır?
məxrəcdə bərabər olsun. A-nın ala biləcəyi ən kiçik qiymət. Bunu ala biləcəyi ən kiçik qiymət 12-dir. 12-dən 2 çıxanda, aha. Bunu ala biləcəyi ən böyük qiymət də 16-dır. 13 üstəgəl 16, 28. Cavab oldu cevabı. Sonra, bu da sadə bir sualdır. Hər tərəf kvadratda istərlərəm. Üstə bərabərdir 9. Aha. Sonra, gəlik bura. Mən bunu sizə izah eləmişdim ki, iki sirri arasındakı məsafəni tapmalıdır. Bu birinci sirrədir, bu ikinci sirrədir. Buradan bura deyək ki, bu O1'dir, bu O2'dir. Buna L1 deyək, buna da L2 deyək. Bunun arasındakı məsafəni tapanda L bərabərdir. O1, O2 məsafəsindən tutacağım L1 üstəgəlsin L2 məsafəsini. Deməli buradan bunun üstüşünü yığmalıyım. X'in kvadratı üstəgəlisi 4-2. Üstəgəl 4 olmalıdır ki, nə olsun? Üstürümüz olsun. Üstəgəl X'in kvadratı olsun 6 ilik. Üstəgəl nə olmalıdır? 9, 49 olmalıdır ki, nə olsun? Düstur olsun. Üstəgəl 12. Deməli olacaq X+2'nin kvadratı üstəgəl Y40'ın kvadratı bərabərdir. -4, -9. -12, üstədə 12 gələndə -1, belə də keçsə 1. Bu da 1'in kvadrat yazır. Deməli, mərkəz koordinatları nədir bunun? -2, 3. Yerimiz tam çatsın deyə bizlərini buradan yazaq. O bitindən olacaq. Elimizdə nədir burada uşaqlar? 1. Şimdi o bitinə baxaq. X'in kvadratı sıfır neçə? Deməli, birincinin ikinci vurmasını kimisidir. Burada nə olacaq? O 20'nin yarısı. Deməli, nə olacaq bura? İkisi onun kvadratıdır bu. Bu nəyə çatışmır? Üstəgəl Y kvadratı üstəgəl 4 Y üstəgəl 4 44. Üstəgəl 95 bərabərdir 0. Bu nə indi? Bu ikisi onun kvadratıdır. Üstəgəl. Bu da Y üstəgəl 2'nin kvadratıdır. %4 95'ten nöqsanda 9 verir. Üçün kvadrat. Mərkəz koordinatları nədir? O 2. 10 -2 L2 də üstü. İndi o 1 o 2'ni tapmaq üçün 2 nöqtə arasındakı məsafə kök altda 2 1'in kvadratı 10'dır. Mənfi neçədir orada? 2'nin kvadratı üstəgəl -2'dir. Nədir orada? 2 kvadrat. 144 üstəgəl 169 bundan da 13'dür. Deməli 13'dən də nəyə çıxacaq? L1'in nə qədərdir? 1 üstəgəl 3. 13 44 eləcək 9. Lav oldu belə. Başa düşdük. Sonra 10-cu sual çox əla bir sualdır. Bunu 2 dəfə salmışam. Əgər qalıq qalırsa, görürsünüz, imtihanda da inşallah düşər. Görürsünüz, təyin köklərindən bir neçədir? Musiqada verilən qiymətdir. 2. Aparıb X'in yerinə nə yazacaq? 2'nin kubu üstəgəlisin n vurulsun 2'nin kvadratı, 7 vur 2, üstəgəl 4. Bərabər qalıq nə qalıb? 18. 8 plus 4n, 14, üstəgəl 4, bərabər 18. 4m, 8'dən 14 çıxaq. Mənfi 6, üstə 4 gəlsən. Belə də keçirsə 20. M də bərabərdir 5. Aha, onu da getdi. Sonra 11 deyir ki, parçanı hissəyə bölürlər uşaqlar. Üst nöqtəni hissəyə bölürlər. A, B, C.
Birinci ile ikincinin cəmi 20. İkinci və üçüncünün cəmi 25. Bütün hamısının cəmi A plus B'miz neçədir? 20'dir. C'miz 16. C'miz 16'dırsa B'miz deməli C'miz 16, B'miz 5, A'mız da 11. En küçüğümüz ki 5. Sağlamış. Sonra keçirik 12. sual. Kompleks ədədlərinin qoşması. Qoşma deyəndə uşaqlar, açıqlısın üstü qoşma budur. Z1 bərabərdir. Z1 bərabərdir. A1 plus B1i. Z2 bərabərdir. A1 demirəm, elədir. A dəyişmiş 40 B2. Deməli, indi burada açıqlısın üstümüz nəyə bərabərdir? Açıqlıyımız 1'ə. 5-8'imiz nəyə bərabərdir? Bunun mənfi 5-8'dir. Mənfi 5-8 nəyə bərabərdir? Mənfi 3'ə. Başa düşdünüz? Buradan da A'mız nə olacaq? 4. Buradan da mənfi müsbət 5-8 bərabərdirsə, B-də bərabərdir 11. Hasilini soruşur, A-B 44. C variantı. Aydındır. Sonra gəlir bura. Buradan onu bilmək üçün çevrənin uzunluq üstünü bilmək lazımdır. C bərabərdir 2pi R bərabərdir. Şəkildə toxunan çevrələrdən B mərkəzli çevrənin radiyusu A mərkəzli çevrənin radiyusundan 3 dəfə böyükdür. Deməli bu 2 sistem radiyusu bunun 3x'dir. C və D mərkəzli konqrek çevrələr, konqrek yəni bərabər çevrələrdir. Radiyuslar isə A mərkəzli çevrənin radiyusundan 2 dəfə böyükdür. A x'də deməli bunlar 2x'dir. Bu da 2x. Deməli bax uşaqlar, A'nın 2x'dir, bu da 3x yazdır, bura da 2x yazdır, bura da 2x yazdır. Bunun perimetri 16x bərabərdir 32, x bərabərdir 2. Çevrənin uzunluğunu da tap deyəndə 2 vur, P-imizin də qiymətini veririk, elimizdə veririk. A mərkəzli çevrənin uzunluğu soruşur. Eləyəcək 12. İmtihanlar 100% düşə biləcək suallardan bir. A. Cevap oldu bu da C variantı. 13'te C. Şimdi 14. 14. Uşaqlar. 14'ü bilmək üçün yəni yuxarını sadalıqlara ayırmalıyam. 2x kvadratı sıxılsın 4 2 üstə gəlirsin 2 sıxılsın 2 bölünsün aşağıdan 2 çıxardarım 2 sıxılsın 2 bərabərdir. Bu ikisindən 2x karşıdan 2 sıxılsın 2 üstə gəlirsin 2 sıxılsın 2 bölünsün 2 sıxılsın 2. İki sıfırçılar gelir. Qalır. 2x plus 1 bölünsün. Bunu da ayrı məhdəsdə yazsam 2x bölünsün. Üstə gəlirsinlər 1 bölünsün. 2x bərabərdir. 2 üstə gəlirsin 1 bölünsün. 2 da bərabərdir. 2 üstə gəlirsin 1 bölünsün. Hüsam %2. Bu da 2 üstə gəlirsin 100 bölü 2. 52. Zal oldu 52. Mən hiç bakılamam bile. Həmşərisi olduğu üçün maraqlı. Yaxşı. Sonra deyir ki, deməli burada demiş uyğun tərəfləri paralel olan eynadlı uzaqlar nədir? Bərabər. 5 2 üstə gəlirsin 2 idik bərabərdir. 2 üstə gəlirsin 4 idiksə. Belə keçirsən 2 bərabərdir 2 idik. Buradan da belə çıxırsa x-imiz x-ə bərabərdir. Hadi 2 7 qoysam bu 7 x edəcək. Bu da 11 x edəcək. Bunlar daxili bir tərəfli uzaq. Daxili bir tərəfli uzaqların üzərini 180 dərəcə. X-imizdə 10 dərəcə. Deməli bu 110 dərəcədir. Bunlar da uyğun uzaq olduğuna görə alfa da 110 dərəcədir. Cavabımız oldu 110. Sonra 16.
A bərabərdir. 4-ü köşk altı salsam 16 vur 5. Köşk altı 80. 80'dən təxmini çıxır. 8 tam əvvəlməlidir. Tam istəyəni soruşur 8. 17. Deməli B6'ın nə yazırsan? B1 vur. 2'ün üstü 5. B1 vur nə? 2'ün üstü 2. Aşağıdan B1 vurursun nə? 2'ün üstü 4. Üstə gəl B1 vur 2'ün üstü nə? 3. Üstə gəl B1 vur 2'ün üstü nə? 2. Həm buradan müstəsəl magistrunu bilməlisən. Yuxarıdan B1 vurulsun 2'nin kvadratını çıxarsan nə qalır? 2'nin kubu üstə gəlir çıxırsın 1. Aşağıdan da B1 vurulsun 2'nin kvadratını çıxarsan 2'nin kvadratı üstə gəlirsin 2, üstə gəlirsin 1. Ulan eynidir, getdi. Buranın da müstəsəl magistrunu kimi açıram, akıllı çıxdı bu. Xarca qalır 2 çıxırsın 1. 2'nin də qiyməti verir 8, 8 çıxırsın 1 olacaq 7. Bu akıllı çıxırsın B kubunun açılışıdır. A çıxırsın B, A'nın kvadratı üstə gəl A1, üstə gəl B'nin kvadratı. İşte birinci cevap orada oldu ne? 18'de. Göz burada B'miz nedir? 4. Burada nedir? 2. Deməli bunu neye vurmalılar? 2'ye. Deməli buradan çıxır ki A'mız 3K'dır, B'miz 4K'dır, C'miz 10K'dır. Bunların cəmi deyil 680'dir, 17K bərabərdir 680. K bərabərdir 40. A'nı soruşur, A'mız da 120. A'mız oldu 120. Sonra 19. Alfamız 16 ise bu göğsümüz olacak 32. Bu göğsümüz. Sonra bettamız 20 ise bu göğsümüz olacak 40. Aha. Deməli bu 130 ise deməli bu oşub göğsümüz 130'dan çıxacaq 72, bir de 58. Buranı soruşur 29. Bəs qədər. Sonra cavabımız olduğun aşağıda 29. 19 getdi sonra 20. Şagirdlər yiyəcək sənin olimpiyadasında A plus B plus C 3-4 tane saldan ikisine cevap verirse 8 bal topluyor. A plus B plus C plus D bölünsün 4'e cevap verirse 7 bal topluyor. Deməli A plus B plus C beraber 24. A plus B plus C plus D de beraber 28. Deməli demiz neymiş? 4'müş. Sonra 21. sual. Deməli bu 45'te aydır, burada 45'dir, onda burada 45 dərəcədir. Deməli bu çıxır ki bu bura bərabərdir. Burada verib BG-nin 7'ye nisbəti 3 bölünsün bir, yəni 3K, 1K, onda burada 3K. Burada 4K'dır, burada 3K. Buradan belə çıxır ki 2 bu, 4K plus 3K bərabər 28, 28'i 2'ye bölsək. 7K bərabərdir 14, K bərabərdir 2. Deməli bizim uzaqlığımız 18 yenə 6'dır. Diagonalını soruşur 10. %22. Sadə bir ihtimal sualıdır. Deyir ki, diagramda sinifdəki şagirdlərin sayı həm cinsinə, həm də gözünün rənginə görə verilmişdir. Seçilmiş bir şagirdin qara gözlü oğlan və ya mavi gözlü qız olması hadisəsinin ehtimalını tapın. Deməli, bütün neçə şagird var burada? 12, 14, 10 və 8. Toplamda hamısı neçə edir? 44. Bütün halların sayı oldu 44. Gör burada nə deyir ki? Seçilmiş bir şagirdin qara gözlü oğlan. Qara gözlü oğlan. Qara gözlü oğlan. Qara gözlü oğlan. Bu qara gözlüdür. Buna baxanda görür neçə? 10. Üstəcə. Və ya dediyinə görə toplayıram.
Oysa 44'də mavi gözlü qız. Burada eyni mərtəbədə olduğuna görə çıxılır. 100 adam 10 açırsan da başqa mənim kimi açmıram. 100 açacaq 15 açacaq. 100 adam 15 açsam 90'a 91. Buradan da 90 mərtəbə xaricə çıxarsam artıq B bərabərdir 360. Artıq da B bərabərdir 4. Ən böyük dediyinə görə 9'dan 5'dir, yəni 14. Cavab 14. Sonra medianların nisbəti 2 bölünsün üst olan çox şəxsizanın birinin sahəsi digərindən 30 cm kvadrat çoxdur. Birinci etkisal bütün nədir? İstəcək 30'dur. Medianların nisbəti də nədir? Sahə ilə medianla necə asılıdır? Gələm deyənlər. 9S bərabərdir 4S və gəl 5S bərabərdir 20, S də bərabərdir 24. Biri 24 imiş, biri də 54 imiş. 24 sərbəş gələnlər 78. Cavab oldu 78. Sonra məhlulbaşı ABC, hər dəfə bundan birini salıram, təkli salıram ki, imtihana böyük ihtimal bu tip bir şey gələcək. Deyir ki, məhlulbaşı ABCD maddələrinin kütləsi və məhlulun neçə faizini təşkil etdikləri haqqında məlumat cədvəldə verilmişdir. Məhlulbaşı A və B maddələrin kütlələri bərabər olur. D maddəsinin kütləsindən 10 qram çox olarsa. Deməli, onda bu da çıxacaq nə? 10. A maddəsinin kütləsini tapın. Deməli, 2 çıxırsın onumuz neçə faizdir? 20 faiz. Bunların hamısını toplarsan neçə faiz olacaq? 3-2 çıxılsın 70'də 70'də 100 faizdir. Bunlar getdi. Qalır burada 5, burada qalır 1. 5 2 çıxılsın 50 bərabərdir. 3-3'də gəlirsin 70. 5 2 çıxılsın 3 2 bərabərdir 120. X bərabərdir 120. X bərabərdir 60. Cavabımız oldu 60. Həqiqətən A qrupun əksəriyyəti 100%'dir. Belədə də çox əladır. İnşallah yaxşı olacaq. Siz də yaxşı olacaq. Sağ olun.